Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Dəstəmazın səhih olma şərtlərindən biri, yəni digəri, yəni neçə söhbətdə bunların neçəsini demişik. Bu günlərdə tərtib barəsində danışacağıq. Dəstəmaz feillərinin, işlərinin arasında tərtib riayət olunmalıdır. Ayədə və Peyğəmbərimizin sünnətində dəstəmaz almaq necə deyilibsə, gərək o tərtiblə dəstəmazı alaq. Dəstəmazın 6 vacib feili var. Bu 6 danadan 3-ü yumaqdır, 3-ü də məs çəkməkdir. Üz yuyulur, sağ qol yuyulur, sol qol yuyulur. Bu tərtib riayət olunmalıdır. Birinci, qolları yuyub sonra üzü yumaq olmaz. Və yaxud da üzü yuyandan sonra sol qolu yuyub sağ qolu keçib yumaq olmaz. Bu tərtibi pozar. Birinci üz yuyulur, sonra sağ qol yuyulur, sonra sol qol yuyulur. Sonra keçirik məs çəkməyə. Burada da tərtib riayət olunmalıdır. Məs çəkəndə başa məs çəkirlər, bir də ki sağ ayağa, sonra sol ayağa məs çəkilir. Bu tərtib pozularsa, dəstəmaz batıl olar. Yəni, əgər ayaqlara məs çəkib, sonra başa məs çəkər biri, dəstəmaz batıl olar. Birinci, başa məs çəkilir, sonra sağ ayağa, sonra sol ayağa. Bunu demək olar hamısı bilir. Amma əksər hallarda sual burada irəli gəlir ki, ayaqlara sağ ayaqla sol ayağa birlikdə məs çəkmək olar, yoxsa yox. Yəni, belə məs çəkənlər var. Bu da tərtibi pozur, dəstəmazı batıl edər. Yəni, 2 ayağa birlikdə məs çəkmək olmaz. Dəstəmazın səhih olma şərtlərindən biri də müvalatdır. Yəni, dəstəmaz feillərinin arasında ardıcıllıq. Tərtib sıradır, sıra riayət olunmalıdır. Müvalat da ardıcıllıqdır. Yəni, dəstəmaz feillərinin, işlərinin arasında fasilə uzun olmamalıdır. O qədər çox fasilə olmamalıdır ki, bir üzvü yuyandan sonra fasilə o qədər düşür ki, o üzv quruyur, sonra keçirir digər üzvü yumağa. Əgər digər üzvləri yuyanda və yaxud da məs çəkəndə ondan öncəki üzvlər quruyarsa, bu dəstəmazı batil edər. Dəstəmaz bu halda batildir. Amma əgər ardıcıllıq riayət olunan halda, hansı isə bir səbəbdən, məsələn, havanın isti olmasından, mən qolumu yuyanda, sol qolumu yuyub qutarıram, məs çəkəndə görürəm ki, əlim quruyub. Ardıcıllıq pozulmayıb, fasilə düşməyib. Fasiləni əgər bilərəkdən salaramsa, üzvlər quruyarsa, məs çəkəndə məsələn, dəstəmaz batıl olar. Yox, mən ardıcıllığa riayət eləmişəm, fasilə düşməyib. Havanın isti olmasından sol qolumu yudum, məs çəkəndə görürəm ki, əlim quruyub, məs üçün su yoxdur. Bu dəstəmazı batil eləməz. Ya qaşlarımdan, ya da ki, saqqalımdan su götürüb, məsi çəkib, dəstəmazı tamam edə bilərəm. Salavat Peyğəmbər, Ali Peyğəmbərə.